Xoş gördük əziz dinləyicilər. Mən bu günləri bilirsiniz Özbəkistanla Avropa İttifaqı arasında bağlanmış sazişdən danışdıqda bəzi insanlar Azərbaycanın da Avropa İttifaqı ilə, Avropanın təbliğindən danışanda bəzi insanlar bilirsiniz ki, buna etiraz edirlər və bildikləri ondan ibarət ki, bizi Avropaya kimsə götürməz, əvvəla Avropaya gedirik ki, bizi götürsünlər, niyə də götürməsinlər və buna etiraz edirlər və mən sizə bunu bildirim ki, inandırıram sizi ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq etməsinin iki ən böyük düşməni var demək ki, regionda və buna Çini də qatmaq olar. Kimdir? Azərbaycanda əsasən buna etiraz edənlər İrançılar və Ruspərəstlərdir. Niyə görə? Çünki Azərbaycan İranın və Rusiyanın təsir altından çıxmasından qorxurlar. Çünki Avropa ölkəsinə Azərbaycan çevrilərsə, orada mədəniyyət inkişaf eləyəcək, orada təhsil inkişaf eləyəcək, orada iqtisadiyyat inkişaf eləyəcək və ordusu inkişaf eləyəcək. Əlbəttə ki, bu da İran üçün Güney Azərbaycan problemi yaradır. Rusiya üçün isə Qafqazın əldən getməsi deməkdir. Ona görə bu taxtabitiləri, İranın və Rusiyanın taxtabitləri buna etiraz edirlər. Halbuki bu günləri Avropa İttifaqı üçün bu regionda ən yaxın millət Turan ölkələridir, Turan xalqlarıdır. İnandırıram sizi ki. Bəlkə də bu günləri Turan xalqları içində yeganə bir dənə Türkiyə dövlətidir ki, o da Erdoğanın siyasəti nəticəsində çox təəssüflər olsun ki, Türkiyəni o ərəb kvalifikasiyalı bir ölkəyə çevirib. Bu günləri Türkiyə xalqının 50%, 60% Əfqan kimi, ərəb kimi düşünür, Səudiyyəli kimi düşünür, Əfqanistanlı kimi düşünür ki, bu da ki, əlbəttə ki, Avropanı çəkindirir və Türkiyənin iqtisadiyyatı da əlbəttə ki, Avropanı çəkindirən bir məsələdir. Çünki iqtisadiyyat aşağıdır, onun Avropa Birliyinə girməsi Türkiyə xalqının tamamilə ora axın etməsinə gətirib çıxardır. İkinci bir məsələ isə Turan ölkələri, Orta Asiya ölkələri və Azərbaycan da içinə daxil olmaqla Avropaya ən yaxın, istər mədəniyyət baxımından, istərsə də hər bir baxımdan Avropa İttifaqı üçün səmərəli müttəfiqlər sayıla bilər. Niyə görə mən bunu deyirəm? Əvvəla həm mədəniyyət etibarıyla biz onlara yaxınıq, həm iqtisadiyyatımız çox güclüdür, həm də Avropaya yaxın olan mədəniyyət etibarıyla bizlər daha yaxınıq. Baxın kənara, baxın kənar coğrafiyalara görəcəksiniz ki, həqiqətən bizim beynimiz, bizim düşüncələrimiz ona yaxındır. Hətta 1918-ci ildə yaratdığımız dövlət belə Avropaya doğru axın edən çağdaş bir dövlət yaratmışdı Məhəmməd Əmin Rəsulzadə. İkinci bir və ən vacib olan məsələ, unutmayın. Bugün Turan dövlətlərini kim Turandan danışırsa, Turan İttifaqı şərtdə və yaxud da BRICS-də özünü legitim saymasın. Turan İttifaqının ən yaxın, ən layiqli ittifaq dövləti yalnız Avropa İttifaqı ola bilər. Niyə görə? Avropa İttifaqı ilə Turan dövlətləri daha da güclənər və həqiqətən Turan dövlətləri bir gücə çevirirlər ki, bu da əlbəttə ki, Avropaya müttəfiq olan bir güc olar. Niyə görə? Dediyim kimi, həm etibar, həm mədəniyyət etibarilə, həm digər baxış etibarilə biz Avropaya yaxınıq. Və bir də ən vacib olan tarixi burada anlayış var. Tarixi anlayış da ondan ibarətdir ki, bugün Turan ölkələrinin düşmənləri ilə Avropa İttifaqının düşmənləri eynidir. Turanın ömür boyu ən böyük düşməni Çin və Rusiya olub. Bu günləri də Avropa İttifaqının ən böyük düşməni Çin və Rusiyadır. Məhz bu baxımdan Avropa İttifaqı ilə Turan dövlətlərinin birliyi daha səmimidir və orada Turan ölkələrinin inkişafından söhbət gedə bilər. Turan ölkələrinin inkişafı Avropa İttifaqına inteqrasiyadan keçir. Heç də şətə, BRICS-ə inteqrasiyadan keçmir. Təşəkkür edirəm diqqətinizə görə.